Salam. Əgər elə bilirsinizsə ki, sərvət və rifah sadəcə bank hesabınızdakı rəqəmlərdir, onda hazır olun. Çünki Randy Gage'in rifah haqqında 37 sir kitabı bu fikrinizi demək olar ki, darmadağın edəcək. Gəlin birlikdə sərvətin o görünməyən daxili qanunlarını açaq və bunun həyatınızı necə kökündən dəyişə biləcəyinə baxaq. Baxın, hər şey elə bu cümlə ilə başlayır. Bu 24-cü sir bizə dərhal göstərir ki, rifah qazanılan bir şey yox, yaradılan bir şeydir. Mənbə çöldə deyil, bizim öz içimizdədir və bu, idarə etməni tamamilə bizim öz əlimizə verir. Yaxşı, gəlin lap təməldən başlayaq. Rifah sözünü eşidəndə ağlınıza ilk nə gəlir? Yəqin ki, çoxumuz üçün cavab puldur. Amma bu, hekayənin inanın ki, çox kiçik bir hissəsidir. Gəlin görək, həqiqi rifah əslində nədir? 17-ci sirdəki əsas məqam da elə budur, bu 3 sütundan biri olmasa, bütün bina çökür. Düşünün, sağlamlığınız yoxdursa sərvətinizi necə xərcləyəcəksiniz? Və ya xoşbəxt deyilsinizsə, o pul sadəcə bir kağız parçasıdır. Həqiqi rifah, bax bu üçünün mükəmməl harmoniyasıdır. Bəs bu sağlamlıq, xoşbəxtlik və zənginlik harmoniyasını necə yarada bilərik? Cavab bankda deyil, bizim öz beynimizdədir. Gəlin daxili oyuna, yəni düşüncələrimizin reallığı necə formalaşdırdığına bir nəzər salaq. Bax, bu çox güclü bir fərqdir. Sərvət bir hədəf deyil, bir nəticədir. O sizin başınıza gəlmir, o sizin kimliyinizdən yaranır. Siz passiv gözləyən deyilsiniz, siz aktiv yaradıcısınız. Bu cədvəl 5-ci sirdən gələn möhtəşəm bir dərsdir. Soldakı kasıblıq düşüncəsi sütununa bir baxın. Bu cümlələr sanki bütün qapıları üzünüzə bağlayır. İndi isə sağdakı rifah düşüncəsinə baxın. Bu ifadələr isə tam əksinə qapıları taybatay açır. Ən sadə, amma bəlkə də ən güclü dəyişiklik budur. Bunu ala bilmərəm deməyə əvəzinə, soruşun, bunu almaq üçün necə bir dəyər yarada bilərəm? Birincisi söhbəti bitirir, ikincisi isə beyninizi həll axtarışına sövq edir. Yəni, əsas məqam budur. Sözləriniz sizin reallığınızın memarıdır. Siz hər gün danışdıqlarınızla özünüzə bir həbsxana tikirsiniz, yoxsa imkanlarla dolu bir saray inşa edirsiniz. Bilirsiniz, seçim hər an, hər saniyə sizindir. Daxili dünyamızı qaydasına saldıqdan sonra, gəlin görək kainatın öz qanunlarından necə istifadə edə bilərik. Bunlar cazibə qüvvəsi kimi real və proqnozlaşdırıla bilən prinsiplərdir. İndi isə xarici oyuna keçirik. 7-ci sirdən gələn bu konsept həqiqətən də çox maraqlıdır. Təbiət boşluğu sevmir və onu həmişə yaxşılıqla doldurmağa çalışır. Yəni, əgər həyatınıza yeni və yaxşı bir şeyin gəlməsini istəyirsinizsə, nə etməlisiniz? Əvvəlcə köhnə və faydasız olana yer açmalısınız. Bu abstrakt prinsipi həyata keçirmək üçün çox aydın bir yol xəritəsidir. Məsələn, yeni paltarlar istəyirsiniz, qarderobunuzu təmizləyin. Yeni, sağlam bir münasibət axtarırsınız, toksik əlaqələrdən qurtulun. Sadəcə kainatın sizə verəcəyi nemətlər üçün yer açın. Və bu cümlə vermək qanununu parlaq şəkildə izah edir. Bu sadəcə bir xeyriyyəçilik deyil, bu bir sərmayədir. Verdiyiniz hər şey, istər pul olsun, istər sevgi, istərsə də zaman, kainat tərəfindən sizə qat-qat artıqlaması ilə geri qayıdacaq. Siz kainatla rəqabətə girə bilməzsiniz, o həmişə qalib gələcək. Yaxşı, düşüncələrimizi və kainatın qanunlarını anladıq. Biz bunları gündəlik həyatımıza necə tətbiq edə bilərik? Gəlin indi də rifahı, vərdiş və əlaqələr səviyyəsində necə yaşayacağımıza baxaq. Bu rəqəm sadəcə 5, amma bu rəqəm sizin rifahınız üçün düşündüyünüzdən qat-qat daha vacib ola bilər. Və budur 15-ci sir, bu rəqəmin mənasını açıqlayır. Sizin rifahınız ən çox vaxt keçirdiyiniz 5 insanın ortalamasıdır. Bu təkcə gəlirinize aid deyil, həm də sağlamlığınıza, münasibətlərinizə və hətta düşüncə tərzinizə də aiddir. İndi bir anlıq düşünün, ətrafınızdakı 5 insan sizi yuxarı çəkir, yoxsa aşağı. Bax bu, həyatınızın bəlkə də ən vacib seçimlərindən biridir. Bilirəm, bu çox təxribatçı bir sualdır, elə deyilmi? Gəlin bir anlıq ənənəvi düşüncəyə meydan oxuyaq və görək bunun dərinliyində nə yatır. Və budur cavab. Söhbət başqalarını tapdalamaqdan getmir, qətiyyən. Söhbət həqiqi egoistlikdən gedir, yəni öz rifahınıza və xoşbəxtliyinizə prioritet verməkdən. Çünki məntiqlə düşünək, əgər siz özünüzə kömək edə bilmirsinizsə, başqasına necə kömək edəcəksiniz? Əvvəlcə öz stəkanınızı doldurmalısınız ki, başqalarına da pay verə biləsiniz. Yaxşı, bütün bu sirləri gəlin bir araya gətirək və son ən vacib həqiqəti qəbul edək. Sizin rifahınız artıq sizi gözləyir. Bu, 37-ci və son sirdir və bəlkə də ən güclüsüdür. Səyahətə başlamaq üçün heç bir şeyə ehtiyacınız yoxdur. Bütün alətlər, bütün biliklər artıq sizin özünüzdədir. Mükəmməl an gələcəkdə deyil. O an elə bu andır. Və bu son sualla sizi baş-başa buraxıram. Çünki məsələ sadəcə məlumat almaqda deyil, onu tətbiq etməkdədir. Sizin rifah yolculuğunuz bugün məhz bu suala verəcəyiniz cavabla başlayır.